Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Nərimanov rayonundan, Həsənəliyev küçəsi yaxınlığından Semaşka kimi tanınan xəstəxananın yanından salamlayırıq sizi. Tibb Universitetinin arxa küçəsi Nəsib bəy Yusufbəylidə yeni tikili 20 mərtəbəli binanın 17-ci mərtəbəsində tam 3 otaqlı, polsklazma proyektli 120 kvadrat ölçülü bir mənzil təqdim edəcəm. Mənzilimiz yeni çıxıb təmirdən və təmirdən sonra yaşayış olmayıb. Olduqca ideal və keyfiyyətli təmiri var, bahalı təmiri var. Bir daha qeyd edirəm, təmirdən sonra yaşayış olunub mənzildə. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından solda belə bir qardirob mebeli yığılıb membran panellərdən. Daha sonra mənzilin ümumi sanuzeli yerləşir. Burada master bedroom, əsas yataq otağı yerləşir. Daxilində sanuzellər. Burada ikinci yataq otağı yerləşir. Daha sonra mətbəx və qonaq otağı yerləşməkdədir. 20 mərtəbəli binanın 17-ci mərtəbəsi, 120 kvadrat ölçü. Tam 3 otaqlı və ideal proyekt olan, genişliyini gəlsəz, yəni şahid olacaqsınız mənzildə və ideal da qiymət olan, start olaraq təyin edilən qiymət 395.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Qonaq otağının genişliyini görürsünüz. Olduqca keyfiyyətli təmiri var mənzilin. İstər elektrik sistemi, istər santexnika sistemi, hər şey brend firmalardan istifadə edilib. Döşəmə əla növ parketlə döşənib və qonaq otağında TV-nin yerləşimi mərmər effekti ilə arxa tərəflər venesiyanka ilə işlənib. Divarlar ümumilikdə dekorativ boya növü olan qumlu boyalarla işlənib. 2 pəncərə var qonaq otağında. Biri şəhərə baxan istiqamətdə pəncərədir, digəri balkona açılan pəncərədir. O balkona məhz mətbəxdən də daxil olmaq olur. Mətbəxin də genişliyini görürsünüz. Bütün otaqlarda en və qonaq nisbəti idealdır. Döşəmə qranitli döşəmədir. Koridor və mətbəx boyu. Geniş ölçülü bir mətbəx mebeli yığılıb. Burada soyuducunun yeri nəzərə alınıb. Əlavə olaraq masa, pəncərə önünə rahatlıqla 6 nəfərlik bir mətbəx masası yerləşdirə bilərsiniz. Həm bu istiqamətdən, həm pəncərə önündən. Və belə bir şəkilli, tam boy membran panellərdən əla bir mətbəx mebeli yığılıb. Mikrovolnovka, sobanın yerləşimi, qaz, aspirator, moykasına qədər hər şey qoyulub. Və qonaq otağından bəhs elədiyim balkona buradan da daxil ola bilirsiniz. Texniki balkonda həm də kombi sistemi, kondisioner çıxışları və kollektor sistemi burada yerləşdirilib. İndi isə mənzilin yataq otaqları ilə tanış edeyim sizi. Xol boyda qumlu dekorativ boyalardan istifadə edilib. Yataq otaqlarında məxməri tekstura da var və bu da ikinci yataq otağıdır mənzilin. Geniş yataq otağıdır. Böyük ölçülü yataq dəsti, make-up, yazı masası, iş masası, TV-nin yerləşimi, böyük ölçülü qardirobun yerləşimi, bütün otaqlarda əşya planlaması tam olaraq edilib və həyata keçirilib və hər şeyin yerləşimi rahatlıqla nəzərə alınıb. 120 kvadrat ölçü tam olaraq özünü göstərir mənzildə və burada isə mənzilin əsas yataq otağı yerləşir. Yenə burada da yataq yerləşimi, make-up yerləşimi, TV yerləşimi, hər şey nəzərə alınıb. Qardirob mebelini bu istiqamətdən də yerləşmək nəzərə alınıb. Kün istiqamətdə də yerləşdirmək nəzərə alınıb. 2 sanuzeli var mənzilin və o sanuzellərdən biri məhz bu sanuzeldir. Tam aksesuar yerləşimi edilib. Bahalı aksesuarlardan istifadə edilib. Burada isə mənzilin əsas sanuzeli yerləşməkdədir. Burada da böyük ölçülü bir duş kabin, divar içi aksesuarlar, böyük ölçülü moydadır və unitaz yerləşiminə qədər hər şey edilib. Və belə mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Nərimanov rayonu, Nəsib bəy Yusufbəyli küçəsi, Tibb Universiteti yaxınlığı, Semaşka adlı xəstəxananın yanı. 123 kvadrat ölçülü 20 mərtəbəli yeni tikilinin 17-ci mərtəbəsi və tam 3 otaqlı mənzil. Start olaraq təyin edilən qiymət 395.000 manat. Bina yeni tikili binadır. Çıxarış, yəni kupçalar verilmək üzrədir. 2 ədəd sürətli Almaniya istehsalı liftləri var. Hər şey ideal şəkildə olan bir binadır və bu mənzili qaçırmamanızı tövsiyə edirik. Kifayət qədər real bazar dəyərinə uyğun təyin edilmiş qiyməti var. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığımız mənzillərə sahib olmanız diləyilə, hörmətlə və kanallar.